Güləşli qəsəbəsi Mürsəl Kazımlı küçəsində yaşayan sakinlər ərazidə yerləşən və Ramil adlı şəxs tərəfindən idarə olunduğu iddia edilən obyektlə bağlı ciddi narahatlıqlarını ifadə edirlər. İddialara görə həmin məkanda gecə saatlarına qədər davam edən şübhəli fəaliyyətlər ətrafda yaşayan ailələrin və xüsusilə uşaqların normal həyat tərzinə mənfi təsir göstərir. Sakinlərin sözlərinə görə obyektin fəaliyyəti nəticəsində küçədə tez-tez səs-küy, narahatlıq və müxtəlif xoşagəlməz hallar müşahidə olunur. Ərazi sakinləri bildirirlər ki, bu vəziyyət həm ictimai asayişə, həm də məhəllənin mənəvi mühitinə ciddi zərbə vurur. İnsanlar aidiyyatı qurumların məsələnin araşdırmasını və qanunvericiliyə uyğun tədbirlər görülməsini tələb edirlər. Ramil adlı bu şəxs bugün kimə və nəyə arxayın olaraq bu cür əxlaqsızlıq yuvasının fəaliyyətinə icazə verir? Qeyd olunur ki, yaşayış massivində bu cür fəaliyyətlərin mövcudluğu vətəndaşların haqlı narazılığına səbəb olur və aidiyyatı dövlət qurumları tərəfindən ciddi nəzarətə ehtiyac yaradır. Cəmiyyət mənəvi dəyərlərin qorunması və vətəndaşların rahat yaşayış hüququnun təmin olunması hər bir dövlət qurumunun əsas vəzifələrindən biridir. Məsələ ilə bağlı üzümüzü tuturuq bütün aidiyyatı qurumları və güc strukturlarına. Suraxanı rayonu Yeni Güləşli qəsəbəsi Mürsəl Kazımlı küçəsində Ramil adlı şəxs tərəfindən idarə olunduğu bildirilən bu əxlaqsızlıq yuvası ilə bağlı ciddi araşdırma aparılmalı və barələrində lazımi tədbirlər görülməlidir. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.